Yuxuda ölmək yuxu tərcüməçiləri tərəfindən dərd və bəla kimi ifadə edilir. Bir insanın yuxuda heç bir hadisə yaşamadan vəfat etməsi iş həyatında qazandığı və ya gözlənilməz bir yerdən gələn pulların xeyirli olmayacağına da işarə ola bilər. Bəzi mənbələr yuxuda ölməyi mənfi bir vəziyyətin xəbərçisi kimi görürlər. Bu istiqamətdə yuxuda ölmək ailədə böyük problemlər deməkdir. Yuxu sahibinin ailəsi ilə yaşayacağı mübahisələrə görə son dərəcə narahat olacağı bir dövr keçirəcəyi gözlənilir. Əslində yuxuda birdən-birə və heç bir şey olmadan ölmək də cüzi səbəblərdən irəli sürülən mübahisələrin gerçəkləşəcəyinə işarə edir. Yuxuda yanaraq ölmək. Yuxuda yanaraq ölmək o deməkdir ki, çətin vəziyyətdən qurtulmaq üçün müsbət enerji ilə hərəkət edib həyata tutunmaq lazımdır. Mütəxəssislər yuxuda yanaraq ölməyi xəyalpərəstin həyata mənfi baxışını dəyişmək üçün başlanğıc kimi qəbul edir. Yuxuda yanaraq ölmək də əksər yuxu tərcüməçiləri tərəfindən mənfi obraz hesab edilir. İnsan çox güman ki, həddindən artıq ağrılı bir dövr keçir. Bir çox mənbələrdə xüsusilə böyük ağrılara səbəb olan sağlamlıq problemləri vurğulanır. Bundan əlavə, yuxuda yanaraq ölmək də xəyanət sayılır. Bəzi şərhlərə görə yandıraraq ölüm xəyanətdən sonra tökülən göz yaşlarını simvollaşdırır. Əgər belə bir yuxu görmüsünüzsə, ola bilsin ki, həmişə dəstəklədiyiniz bir dost sizin arxanızca bir iş aparır. Yuxuda yol qəzasında ölmək. Yuxuda yol qəzasında ölmək yuxunu görən insan üçün həyatında sualların olması, bir küncdə ilişib qalması və çıxış yolu axtarmağa yozulur. Bu yuxunu görən insan çətinliklər qarşısında özünü tək hiss edə bilər. Bu səbəbdən yuxuda özünü yol qəzasında görən xəyalpərəstin ətrafındakı müdrik insanlardan məsləhət alması tövsiyə olunur. Yuxuda gəlin paltarında ölmək. Yuxuda gəlin paltarında ölmək adətən böyük sıxıntının xəbərçisidir. Xəyalın təfsiri mənbələri bu problemin ailədəki mübahisə ilə əlaqəli ola biləcəyini və ya insanın yaşayacağı sağlamlıq problemlərinə görə ola biləcəyini göstərir. Bu baxımdan yuxu sahibinə sağlamlığına diqqət yetirmək tövsiyə olunur. Yuxuda boğularaq ölmək. Yuxuda özünü boğulduğunu görən adam diqqətli olmalı, yeni və ya mövcud işlərdə hərəkət edərkən ehtiyatlı addımlar atmalı olduğuna yozula bilər. Əgər insan suda boğularaq ölürsə, insanın günahları olması və bu günahlara görə əzab çəkməsi yuxu yozunlarındandır. Yuxuda boğulmaq ümumiyyətlə çətin bir dövrdən keçmək hesab olunur. Xəyal sahibinin üzərinə götürdüyü məsuliyyətlər altında əziləcəyi və işin öhdəsindən gələ bilməyəcəyi deyilir. Həmçinin suda boğulma iş həyatında böyük itki anlamına gələ bilər.